اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين وبارئ الخلائق الأجمعين، والصلاة والسلام على سيدنا ونبينا حبيب إله العالمين وطبيب نفوسنا أبي القاسم محمد. اللهم صل وآله الطيبين الطاهرين المنتجبين المكرمين، واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، قال الله تعالى في كتابه الكريم: بسم الله الرحمن الرحيم. يا قوم إنما هذه الحياة الدنيا متاع وإن الآخرة هي دار القرار. صدق الله العلي العظيم. Eyyuhel mu'minun, usikum ve nefsi bi tekvallah. Əziz müminlər, sizləri və özümü ilahi təqvaya dəvət edirəm və bu mübarək cümə gününü uca Allah Taala'dan bizlərə rəhmətini, bərəkətini, bu günlərin feyzini bizə nazil etməsini Allah Taala'dan niyaz edirəm. Allah Taala bu gözəl günün İnşallah məğfirət və rəhmətindən bizləri bəhrəmənd eləsin. Allah-u Teala şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizi, şəhidlər sərvəri Hz. İmam Hüseyn əleyhisselama, Kərbəla şəhidlərinə ilhaq eləsin. Bugünkü günlər bilirsiniz, vətən müharibəsinin getdiyi ilin ildönümüdür. Yəni bugünkü günlərdə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda eləyən əskərlərimiz, zabitlərimiz, ordumuzun üzvləri, vətən övladları ilahi şəhadətə yetişiblər. Allah Teala inşallah ruhlarını da bizlərə duaçı qərar versin, vətənimizi, ölkəmizi hifz eləsin və torpaqlarımız bugünkü günlər ərzində hər gün, hər saat düşmən işğalından azad olunub və bugünkü günlər Füzuli rayonunun da işğaldan azad olunması günüdür. Və bu yolda xüsusən Füzulidə gedən ağır döyüşlər nəticəsində canlarını fəda eləyən oğullarımız, vətən evladları, müsəlman evladlarımız şəhid olublar. Allah Teala onların məqamın ali uca eləsin və bizi də onları unutmayanlardan eləsin, onların haqqını ödəməyə çalışanlardan eləsin inşallah. Əziz möminlər, bugünkü günün söhbəti, cümə söhbəti elə ahirət mövzusudur ki, ahirət mövzusunun ən bariz nümunələri elə şəhidlərdir ki, ahirət gününə bizim etiqadımızı və imanımızı möhkəmləndirən dəlil və ayətlərdən biri də şəhidlərdir. Şəhidlər o kəsimlərdir ki, ahirət günü barəsində bizə xəbər verirlər və o gün Allah Taala'nın onları necə mükafatlandırdığı haqqında bizlərə Allah-u Teala və onun əziz peyğəmbəri xəbər verir, bəyan edir ki, o şəhidlər canlarını fəda eləyən, Allah Taala'nın yolunda və Allahın əmr etdikləri yolunda canlarını fəda eləyənlər yenidən bu dünyaya gəlib, yenidən şəhid olmaq istəyərlər, yenidən ahirət evinə köçmək istəyərlər. Necə Allah Teala onları gözəl, ikram, kərim şəkildə qarşılayar, o xəbəri Allah Teala bizlərə xəbər verir. Allah Teala bizlərə iki həyat bəxş eləyib. Bir bu dünya həyatı ki, çox qısadır, çox məhduddur. Bir də ahirət həyatı, hansı ki, çox əbədidir və onun nemətlərinin məhdudiyyəti yoxdur. Bayaq oxuduğum ayət-i kərimədə özü buyurduğu kimi: Estağfirullah ya qavmi innəmə həzihil həyatid dunya məta'un. Hz. Musa əleyhissalamın dilindən Allah Teala buyurur ki, ey mənim qövmüm, bu dünya həyatı keçici, məhdud nemətlərlə sizə təqdim olunub. Yəni keçicidir bu dünya həyatının nemətləri, ləzzətləri, ötəridir və özü də məhduddur, sayı azdır. Yəni bu dünya həyatın özünüzə əbədi seçməyin.
ki bəzi insanlar, dünyapərəst insanlar, dünyanı insanların gözündə sevdirib, ahireti də dünya ilə əvəz elətdirmək istəyənlər insanlığı, bütün bəşəriyyəti, bütün insanları, hətta müsəlman da dinindən asılı olmayaraq ahirete inancı olan kəsimləri belə o fikrə cəlb edirlər ki, sizin elə ahirətiniz də, sizin cənnətiniz də, cəhənnəminiz də bu dünyadır. Xeyr, əsla belə deyil. Bizləri öz inancımızdan, öz Allah Taala'nın bizə əbədi xəbər verdiyi xəbərdən yayındırmağa heç bir nəsnə, heç bir təbliğat, heç bir şey yayındıra bilməz. Nə qədər dünya həyatı bərli bəzəkli olsa da, nə qədər çəkici, cazibədar olsa da, ahirət inancımızı itirsək, biz insanlığımızı itirərik. Nəinki dinimizi, insanlığımızı itirərik. O mənada ahirət inancı dinimizin əsas sütunlarından biridir, əsasıdır. Və bu ayət-i kərimədə də Allah Teala belə buyurur, açıq dünyanın tərifini verir. Dünya həyatı necə bir həyatdır? İnnəmə həzihil həyatid dünya mətəun. Bu dünya həyatı keçicidir. Sayılı günləri var, sayılı saatları var və onun da nemətləri məhduddur, ləzzətləri məhduddur. İnsan evladı bir şeyə tamah salanda, ac olarkən bir yeməyə necə deyir, tamah salarkən o yeməkdən biraz yeyəndən sonra, bir neçə tikən yeyəndən sonra o insan evladı birazdan heç o yeməyi görmək istəməyəcək. Çünki onun qəbul edəcəyi nemət məhduddur. Yəni bir yerə qədərdir. Ondan artıq qəbul edə bilmir. Bədən özü əziyyətə düşür, cism özü əziyyətə düşür. Və bu mənada da dünya həyatı bu cür məhduddur. Və amma davamında ayət-i kərimənin buyurur ki, və innəl axirətə hiyə darul qərar. Amma sizin qərargah eviniz, sükunət tapacağınız ev, sakinlik tapacağınız ev, rahatlıq tapacağınız ev ahirət evidir. Ahirət evidir. Bizləri rahatlayacaq və o əbədi nemətləri dadacaq və o nemətlərdən usanmayacaq yer, məkan ahirət evidir. Halbuki bəzən insan evladın bu dünya fikirləri ilə aldada bilirlər və bu dünyanın ləzzətləri ilə ahireti unutturmaq istəyirlər. Ahireti unutmaq insanın neyniyir? Dünya və ahirətini də bərbad edir. Ona görə bir çox hallarda Allah-u Teala Qur'an-ı Kərimin özündə də buyurur ki, insanlar elə ki, bu dünyadan köçərlər ahirət evinə köçəndən sonra, oradakı əbədi nemətləri görəndən sonra deyərlər ki, ya Rabbi, məni geri döndər. Necə buyurduğu kimi Qur'an-ı Kərimdə, Müminin surəsində, Bismillahirrahmanirrahim, Həttə izə cəə əhədəhumul mevt, qalə rabbirciuni. Nəhayət onlardan birinə ölüm gəlib çatdığı zaman belə deyərlər. Yəni həqiqət yetişdiyi zaman pərdələr gözünün önündən qalxar və insan öləndə pərdələr gözündən qalxacaq. Əsl həqiqəti onda görəcək. Ona görə deyirlər ölüm haqdır. Ona görə deyirlər ki, ölüm haqdır. Bir mənası budur ki, kullu nəfsin zaiqətül mevt, hər bir nəfs ölümü dadacaqdır. Bir mənası odur. Digər bir mənası da odur ki, ölüm vasitəsilə insan evladı haqqı, həqiqəti onda görəcək. İnsanın gözündən pərdələr götürüləcək və nə üçün bu dünyada olduğunun, harada olduğunu və haraya gedəcəyinin şahidi olacaq. Və onda belə deyəcək, ey Rəbbim, məni geri qaytar. Geri dönmək istəyəcək. Ola bilsin ki, tərk etdiyim o yerdə yaxşı bir iş görüm. Yəni, dünyada yaxşı bir iş görüm. Ya Rabbi, məni geri qaytar ki, mən salih əməl görüm. Yaxşı iş görüm. Halbuki artıq gecdir. İnsanın geri dönüşü yoxdur. Digər bir surədə, Səcdə surəsində Allah-u Teala buyurur ki, وَلَوْ تَرَى إِذَا الْمُجْرِمُونَ نَاكِسُوا رُؤُوسِهِمْ عِنْدَ رَبِّهِمْ رَبَّنَا أَبْصَرْنَا وَسَمِعْنَا فَارْجِعْنَا نَعْمَلْ صَالِحًا إِنَّا مُوقِنُونَ. Deyir ki, kaş ki günahkarlar öz Rəbbinin huzurunda başlarını aşağı salaraq, ey Rəbbimiz, vəd etdiyin, vəd verdiyin şeyi öz gözümüzlə gördük və qulaqlarımızla eşitdik. Belə isə bizi geri qaytar, yaxşı işlər görək, şübhəsiz biz tam yəqinliklə inananlardanıq. Yəni mücrimlər, kafirlər o dünyada
həqiqətlə rastlaşandan sonra, ahiretin həqiqətləri ilə rastlaşandan sonra geri dönmək istəyəcəklər. Özü də başları aşağı şəkildə, peşman olmuş şəkildə. Ya Rabbi, bizi geri döndər. Deməli, Allah-u Teala biz insanlara gözümüzlə görmək və qulağımızla eşitmək, insanın daha doğrusu ehtiyacı budur ki, gözü ilə görsün, qulağı ilə eşitsin özü. Amma Allah-u Teala bizə nə gözümüzlə bu dünyada göstərir, nə də qulağımızla eşitdirir. Ancaq Allah Teala öz vədələrini bəyanı ilə bizə bəyan edir, bizə vədə verir ki, innallaha la yuxliful mi'ad, ki bilirik ki, Allah Teala özü də bəyan edir, Allah Teala verdiyi vədəsinə xilaf çıxmaz. Allah nəyi vədə veribsə ona xilaf çıxmaz. Quran-ı Kərimdə axirət barəsində yüzlərlə ayət-i kərimə var. Onlarla surə var. Axirət barəsində bizə xəbər verir. Bu Allah Teala'nın bizə bir vədəsidir. Və bu vədəni biz anlamayıb, başa düşməyib, göz önünə almayıb, yaddan çıxartmaq, qəflətdə olmaqla özümüzü neynirik? Oda atırıq. Halbuki biz onu gec-tez, enində sonunda neynəyəcəyik? Dünyamızı dəyişəndən sonra onu qiyamət günündə görəcəyik. Və görəcəyik, Allah Teala'nın buyurduğu kimi, onda Allah eləməsin ki, biz də o mücrimlərdən olmayaq ki, deyək ki, ya Rabbi, bizi geri döndər. Amma geri döndər məsələsi daha geri dönmək məsələsi olmayacaq, gec olacaq. Onda Allah Teala belə bəyan edir, həmin o geri dönmək istəyən kafirlərə buyurur ki, fəzuqu bimə nəsitum liqa'a yevmikum həzə innə nəsinəkum və zuqu azəbəl xuld bimə kuntum tə'məlun. Onlara belə deyərik, Allah Teala buyurur. Belə isə bugünkü günümüzün görüşünü, unutmağınızın cəzasını, cəhənnəmin əzabını dadın. Bugünkü günü unutmağınızın cəzasını dadın. Biz də sizi unutduq, yəni öz mərhəmətimizdən sildik və etdiklərinizin cəzası olaraq dadın əbədi əzabı. Deməli, axirət günü barəsində Allah Teala bizə dəfələrlə, yüzlərlə ayət-i kərimə barəsində bizə xəbər verib. Bütün insanlıq, bütün insanlar, hətta bütün din mənsubları, dini inanclara sahib olanların yanında axirət inancı var. Yəni bu İncildə də var, Tövratda da var, Quran-ı Kərimdə də geniş var. Müsəlmanın özünün də bilgisi var ki, axirət inancı var. Yəni Allah Teala bizə axirətə iman gətirməyə dəvət edir. Və Quran-ı Kərimdə də dediyimiz kimi yüzlərlə ayət-i kərimə var. Görəsən iman gətirmək kifayət edirmi? Deməli eləmir. İman gətirmək, təkcə axirətə iman gətirmək kifayət eləmir. İnsan övladı bu imanı, bu inancı daim yad eləməlidir, daim unutmamalıdır, hər gün yad eləməlidir. Yad eləməyəndə insanın yadından çıxar. Yadından çıxdığı şey, qəflətdə olduğu şey artıq ona, necə deyərlər, baha başa gəlir. Həzrət Peyğəmbərimizdən bir ənsarlardan bir səhabə soruşur ki, ya Rasulullah, ən fəzilətli mömin kimdir? Həzrət Peyğəmbərimiz buyurur ki, əxlaqı ən gözəl olandır. Həmin şəxs yenidən soruşur, bəs ən ağıllı mömin kimdir? Ən fəzilətlisi kimdir? Əxlaqı gözəl olan. Bəs ən ağıllısı, aqilanə, ağıllı olan kimdir? Həzrət Rasulullah buyurdu ki, əksəruhum lil-mavt zikra və əhsənuhum limə ba'dahu isti'dad ulaikəl əkyəs. Buyurur ki, ən ağıllı mömin ölümü çox xatırlayandır, ahirəti çox xatırlayandır, yada salandır, yaddan çıxartmayandır və ölümdən sonrasına ən gözəl şəkildə hazırlaşandır. Deməli, iman gətirmək özü kifayət deyil, təkcə axirət haqqında və yaxud Allah Teala'nın barəsində. Ona görə Həzrət Peyğəmbərimiz buyurur ki, iki şeyi gün ərzində çox zikr edin. Bir, Allahı zikr edin. Allah Teala'nın sizə nazir olduğunu, yəni nəzər elədiyini hər an unutmayın. İkincisi isə ölümdür. Ölümü xatırlayın, axirəti xatırlayın, yada salın. Yada salmaq iman gətirməkdən fərqlidir. İman gətirib keçib gedərsən, amma yaddan çıxartdın, qəflətdə oldunsa, həmin mücrimlərin sırasında olar insan.
Həmin kafirlərin sırasında olar. Ona görə insan övladı unutqan olduğu üçün bizlərə Allah-u Teala nəinki iman gətirmək kifayət eləmir, eyni zamanda daima xatırlamağı, zikr etməyi bizə buyurur. Sonra həmin Səcdə surəsinin o ayətdən sonraki ayətində ərəbcəsi səcdə ayəsidir, amma buyurur ki, yaddan çıxardanlar kimlərdir? O kəsimlər kimlərdir? Buyurur ki, həqiqətən bizim ayələrimizə və nişanələrimizə ayələrlə öyüd nəsihət verildikdə səcdə halında üzü üstə düşənlər və öz Rəbbinə həmd etməklə onu təsbih edənlər, onu hər bir eyib və nöqsandan pak və uzaq bilənlər, əsla təkəbbür və lovğalıq etməyənlər iman gətirənlərdir. Təkəbbür və lovğalıq etməyənlər iman gətirənlərdir. Yəni, deməli, ahirət gününə iman gətirmək və onu daima yada salmaq təkəbbür və lovğalıqla bir yerə sığmayacaq. İnsan övladı təkəbbürünü, nəfsindəki təkəbbürü qırmaq istəyirsə, mütləq ahirəti yada salacaq. Ki, ahirəti yada salmasa, Allah-u Teala bizə neyniyir? O əzabı vədə verir. Digər bir ayət-i kərimədə buyurur Allah Teala: "İlahukum ilahun vahid." Sizin məbudunuz tək bir məbuddur. "Fəllezine la yu'minuna bil ahireti qulubuhum munkira." O kəslər ki, axirət gününə iman gətirmirlər, onların qəlbləri haqqı inkar edənlərdilər. وَهُمْ مُسْتَكْبِرُونَ Və onlar təkəbbürlük edənlərdir. Yəni, təkəbbür xüsusiyyəti insan övladını axirət gününü yada salmağa neyniyər? Maniyyətçilik törədər. Bütün fəzilətlər, bütün kamilliklər, bütün insana xas olacaq, qazana biləcək dünyada o gözəl xüsusiyyət, gözəl əxlaqlar yalnız və yalnız məhrumiyyətlərlə, sadə yaşayışla və yaxud çətinliklərə sinə gərməklə mümkündür. Heç kəs asanlıqla hansısa bir fəzilətə sahib ola bilməz. Heç kəs hansısa bir sıxıntı çəkmədən, çətinlik çəkmədən hansısa bir üstünlüyü, fəziləti, əxlaqı fəziləti, Allah yanında dəyəri uca olan fəziləti qazana bilməz. Deməli, o məhrumiyyətlər və fəzilətlərdir bizə, yəni insan övladına, möminə ali dərəcəni qazandıran. O fəzilətləri niyə, daha doğrusu o çətinlikləri də mömin niyə çəkməyə özünə rəva bilir? O sıxıntılara dünyanın sayılı olan günlərində o sıxıntılara dözməyi özünə niyə rəva bilir? Çünki qiyamət gününə, ahirət gününə inancı var. Ahirət gününə inancı olmasa heç bir insan neynəməz? O çətinliklərə dözməz. Və yaxud o kəslər ki, canların, şirin canların Allah yolunda fəda edirlər. O kəslər ki, şirin mallarını, pullarını Allah yolunda xərcləyirlər. Onlar nəyə görə bunları edirlər? Onların imanı axirət gününə olmasa, bunu eləməzlər. O kəslər ki, nəfsi istəklərini kənara qoyub, özlərini, yəni o çətinliklərə düçar eləməyə özlərini rəva görürlər. Məsələn, oruç tuturlar. Ramazan ayı yetişdi, oruç tuturlar. Gecənin yarısında durub namaz qılırlar. Soyuğunda durub dəstəmaz alırlar və s. Müəyyən çətinliklərə silə gəlmək nədir? Axirət gününə inancdan irəli gəlir. Əgər Allaha və onun övliyaları ilə görüşmək ümidi olmasa, kim axirət gününə inancını seçər? Əgər bir işdə mükafat olmasa, insan niyə hansısa bir ilahi təklifi qəbul eləsin? Əgər intiqam almaq günü olmasa, biz insanları, başqa insanların haqqına girməyi və yaxud onlara əziyyət etməyi bizi nə çəkindirə bilər? Deməli, qiyamət günü, axirət günü olmasa, biz insanları bu pisliklərdən heç bir şey çəkindirməz. Bugün möminlərin, kafirlərin töhmətinə və əziyyətinə, məsxərəsinə səbr edib dözməklə Allahın onlara verdiyi vədəni xatırladır. Necə ki, Allah Teala da buyurur ki, فَالْيَوْمَ الَّذ۪ينَ آمَنُوا مِنَ الْكُفَّارِ يَدْحَقُونَ Bugün, yəni qiyamət günü möminlər
kafirlərə güləcəklər. Bu dünyada bəli, kafirlər möminlərə gülərlər. Gülərlər və deyərlər ki, sizlər özünüzü hansısa nəyəsə mübtəla eləmişsiniz və yaxud dini dünya görüşünə görə bəzən insanları nə edirlər? Məsxərəyə qoyarlar və yaxud deyə bilərlər ki, bu şəkildə sizin ahirət inancınız dünya ləzzətini və yaxud dünyada inkişafınızın qarşısını almağa yönəlikdir deyə fikirləri ilə itham edə bilərlər ki, siz elə dünyanızı buraxın, ahirətə inanın, ahirət inancınız da bu dünyanı tərk eləyin deyə itham edə bilərlər. Amma əqidəmiz budur ki, dinimizdən irəli gələn əqidəmiz budur ki, qiyaməti və əməllərin hesabını yad eləmək insanı laqeydlikdən və hərc-mərclikdən uzaqlaşdırır. Qiyamət günündə insan övladının hər bir əməli üçün, hər bir gördüyü iş üçün, davranışı üçün, dediyi söz üçün hesab verəcəyini hesaba alan insan bu dünyasını da hərc-mərc yaşamaz. Bu dünyasını da nizama qoyar. Bu dünyasını da nizamla yaşayar və dünyasını da qazanar. Dünya həyatını da Allah Taala'nın istədiyi şəkildə nizam intizamla yaşayar. Çünki hər bir sözünün, hər bir əməlinin hesabını görən, artıq fikrində, düşüncəsində hesab məsuliyyəti olan insan dünyanı da hesabla yaşayacaq. Dünyanı da doğru düzgün tərəziyə qoyacaq, çəkəcək. Hər bir işini tərəziyə qoyub çəkəcək və bu da eyni zamanda insana ahirətin mükafatını qazanmağa kömək edir. Quran-ı Kərimdə məada iman gətirənlərə irad tutanlar barəsində Allah Taala buyurur ki, ya'lamuna zahiran minel hayatid dunya. Bəzi insanlar dünya həyatının zahirini görərlər və bilərlər. Və hum anil ahireti hum gafilun. Amma onlar ahirət günündən qafil olarlar, ahirətdən qəflətdə olarlar. Deməli, ahirətdən qəflətdə olmamağımız üçün bizlər nə etməliyik? Bilməyimiz bizlərin bilməyi kifayət deyil. Bir şeyləri bilmək bizə kifayət deyil. Allahı tanımaq, tövhidi bilmək və yaxud peyğəmbərləri tanımaq, imamları tanımaq, məada iman gətirməyin özünü bilmək, yəni bilgi bəzən kifayət deyil. Bildiklərimizi yada salmaq vasitəsilədir. Yada salmaq vacibdir. Yəni bildiklərimiz elə yaddaşımızın bir güncündə qalmamalıdır, təzəkkür olunmalıdır. Deməli, ahirət inancı həm də o qədər vacibdir ki, onu bir an belə unutmaq, bir an belə qəflətdə olmaq insanı neyniyər? İnsanı cəhənnəm əzabına, əbədi əzaba düçar edə bilər. İnsan övladı halbuki əbədi yaşayışa istəklidir. İnsan övladı əbədiyyəti sevəndir. Allah-u Teala özü də Quran-ı Kərimdə buyurur ki, udhulu bisələmin zəlikəl yevmul xuld. Salamatlıqla daxil olun cənnətin qapısında. Mələklər buyurar möminlərə, salamatlıqla daxil olun bu cənnətə. Bu cənnət, bura əbədi bir gündür. Bu gün əbədi gündür. Yəni Allah Teala bizə əbədi bir ahirəti vədə verir ki, o əbədi ahirət həyatı mömin üçün nədir? Mükafatdır, cənnətdir. Allah Teala hər birimizin aqibətimizi, inşallah ahirətimizi xeyr eləsin. Hər birimizin aqibəti haqqında düşünməyi bizlərə vadar eləsin. Deyildiyi kimi, yəni alacağımız ibrət dərs bu oldu ki, ahirətin haqqında, ahirətə iman gətirmək təkcə kifayət deyil, ahirət barəsində, ölüm barəsində, getdiyimiz yol barəsində daima düşünməmiz lazımdır, yada salmamız lazımdır, unutmamamız lazımdır. Biz ahirəti yada salsaq, unutmasaq, heç kəsin haqqına girmərik. Ahirəti unutmasaq, heç kəsi aldatmarıq. Ahirətdə hesab verəcəyimizi bilsək, heç kəsə zülm eləmərik. Hamısı unutqanlığın səbəbindəndir. Bütün bu
fəzilət deyil, rəzalətlərin olması insanın unutqanlığın səbəbindəndir ki, necə ki Allah Teala Səcdə surəsində neynədir? Bizlərə bəyan elədi. Allah bizi inşallah unutqan olmayanlardan eləsin. Allah Teala aqibət-i axirətimizi xeyr ilə xətm eləsin. Allah Teala zəmanə imamımızı səhih səlamət eləsin. Bizi ona imanda, etiqadda, itaətdə sabit qədəm eləsin və inşallah tezliklə zuhurun təcil eləsin və şəhidlərimizə Allah Teala rəhmət eləsin. Onların məqamların ali və uca eləsin. Ruhların xalqımıza, cəmaatımıza, millətimizə duası eləsin. O niyyətə onların da ruhlarına Peyğəmbər, ali Peyğəmbərə salavat zikr elə. اللهم صل على محمد وآل محمد. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. صدق الله. اللهم صل على محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين وبارئ الخلائق الأجمعين والصلاة والسلام على سيدنا ونبينا حبيب إله العالمين بالقاسم محمد. اللهم صل على محمد وعلى وصيه خليفته يعصوب الدين أمير المؤمنين علي بن أبي طالب وعلى قرة العين الرسول الزهراء البتول وعلى الحسن والحسين وعلى علي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة المهدي العسكري. اللهم صل على محمد وعلى محمد. عجل الله تعالى فرجه الشريف أرواح العالمين لتراب مقدمه الفداء. اللهم افتح علينا أبواب رحمتك ويسر علينا خزائن فضلك وكرمك يا أكرم الأكرمين ويا أرحم الراحمين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. أيها المؤمنون أوصيكم ونفسي بتقوى الله. Aziz müminler, sizleri ve özümü ilahi təqvaya dəvət edirəm. Allah Teala bizləri inşallah təqva əhlindən qərar versin. İmam Sadiq əleyhissalam ahireti və ölümü yad etməyin çox böyük təsirlərinin olması barəsində belə buyurur. Bir neçə bəndlə buyurur. Buyurur ki, birincisi zikrul maut yumitu şəhəvat. Ölümü yada salmaq, ahireti yada salmaq heç də dünyadan qopmaq deyil. Ölümü yada salmaq, ahireti yada salmaq heç də insanı dünyadakı inkişafın qarşısını almaqdan ibarət deyil. Ölümü yada salmaq insanı pisliklərə əmr edən nəfsinin şəhvətindən, istəklərindən qorunmaq üçündür. Nəfsinin fitrətindən irəli gələn nəfsindən, o pisliklərindən özünü qorumaq üçündür. Ölüm insanı, o nəfs ki insanı təhrik eləyər, əmmaratun nəfs, pisliyə, şəhvətə, nə bilim qarınquruluğa, zinaya və digər şeylərə, ölüm neyniyər? İnsanı bu şeylərdən çəkindirər. İkinci buyurur ki, وَيَقْلَعُ مَنَابِتَ الْغَفْلَةِ. Ölümü yad eləmək, ahireti yad eləmək, qəflət köklərini bir dəfəlik qırar. Yəni insanın Allahdan və axirət günündən qafil olmaqdan uzaqlaşdırar. İnsanı ayıq saxlayar, insana həyat verər. Ölümü yad eləmək insana həyat verər. Yəni Allahı yad eləmək, Allah Taala'nın əmrlərini əgər ölümü yada salmaqla yaşada bilirsə insan, deməli insan həyat tapır. Ölümü zikr eləməklə, ahireti yada salmaqla insanın ruhu həyat tapır. İnsanın ruhiyyəsi inkişaf eləyir. Və yuqavvil qalb biməvaidillah. İnsanın ürəyini ilahi vədələrlə möhkəmləndirir. O qəlb ki Allaha tərəf yönəlməlidir, o qəlb ki Allah Taala'dan başqa o qəlbdə heç nə olmamalıdır, o qəlbi
möhkəmləndirər. O qəlbi Allaha tərəf möhkəmləndirər. Allah Taala'nın istəyinə tərəf möhkəmləndirər. Yəni ölümü yad eləmək insanın bütün dini əmrlərə tabe olmasını hazır gətirər. Görün nə qədər böyük əhəmiyyəti var ölümü yad eləməyin, ahireti yad eləməyin. Bəlkə ahirət insan ömrünün sonuncu mərhələsidir. Ölüm insan ömrünün, həyatının sonuncu mərhələsidir ki, ölüm heç də heçlik deyir. Hz. İmam Hüseyin Aleyhisselam nə buyurur? Buyurur ki, "El-mautu kecisrin beynel hayati dunya vel-ahira." Ölüm dünya həyatı ilə ahirət həyatı arasında bir körpüyə bənzəyir, birləşdirici bir körpüdür. Yəni insan övladı məsələn dünya həyatını başa çatdırdı, Allah Taala'nın istəyilə sanki bir necə deyirlər, gəldi bir dayandı bir yarğanda, bir necə qayanın başında artıq yol yoxdur. O yolunu davam eləmək üçün körpü atılır. O körpü vasitəsilə Allah'a qovuşmaq yolunu davam elətdirir insan övladı və özü də əbədi yolunu davam elətdirir. Bu yolda neyniyir? Allah Taala insanın qəlbini möhkəmləndirir. Bu da ölümün sonuncu mərhələ olmasına baxmayaraq insanın dininin tamamıdır, bütünüdür. Ölümü yad eləmək, ahireti yad eləmək. Üsulüddinin sonuncu bəndi olmasına baxmayaraq, Üsulüddinin bütün mərhələlərini insanın qəlbində inancına və yəqinliyini artıran bir şeydir. Yəqinliyini möhkəmləndirən bir şeydir. Aqibəti, daha doğrusu ahireti və ölümü yada salmaq. Ona görə Üsulüddində hər bir bəndin, hər bir inanç sisteminin bizim üçün həyatı əhəmiyyəti var, dünya və ahirətimiz üçün. Amma məadın özünə məxsus xüsusiyyəti var. Allah Quran-ı Kərimdə Bəqərə surəsinin əvvəlində buyurur ki, bu Quran huden lil muttaqin. Quran müttəqilər üçün hidayət kitabıdır və müttəqilərin vəsfini şərh edir. Müttəqilərin birinci sifət, bir neçə sifətini vəsf edir. Birinci sifəti budur ki, "Ellezine yu'minun bil gayb." Müttəqilər o kəslərdir ki, qeyb gününə inansınlar. Görmədikləri günə inansınlar. Heç kəsin oradan gəlib zahirən onlara xəbər vermədiyi günə inansınlar. Onlar Allah Taala'nın sözünə, vədəsinə inansınlar. O vədəyə inanan insan fəlaha yetişəcək, nicat tapacaq. Allahın vədəsinə inanmayıb öz gözü ilə görməyi özünə və başqalarını aldatsa, özünü və başqalarını, onda Allahın vədəsinə xilaf çıxmış olacaq və cəzasını da almış olacaq. Sonra buyurur ki, İmam, və yaruqqul tab'a, insanın ürəyini, insanın ruhiyyəsini qəsavətdən lətafətə sövq eləyər. Qəsavət yəni bərklik. Qəsavət yəni insan qəlbi, ölümü yad eləməyən insanın qəlbi bərk olar. Ahireti unudan insanın qəlbi rəhimsiz olar. Heç kəsə rəhm eləməz. Onun düşüncəsi ancaq dünya olar, dünya malı olar. Bütün çalışması, bütün həyatı, bütün qazancı, davranışları dünya üçün olar və qəlb bağlanar, möhürlənər, qəsavətlənər, möhkəmlənər. Halbuki ölümü yad eləmək neyniyər? İnsanın qəlbin yumşaldar, insanı rəhimli eləyər ətrafına, insanlığa. Və yukəssiru a'lamul hava. Ölümü yad etmək nəfsani istəklərin nişanələrini sındırar. Nəfsani istəklərin neyniyər? Bütün nişanələrini aradan aparar. Birinci elə deyilən məsələ kimidir. Və yutfi'u narul hırsı və yuhaqqirud dunya. Qəzəb odunu söndürər və dünyanı insanın gözündə kiçildər. Ölümü yad eləmək insanın ən böyük mənfi, ən böyük, necə deyirlər, rəzalət sifətlərindən biri olan qəzəb odunu söndürər. Səbirli olmağa sövq eləyər və dünyanı insanın gözündə kiçildər. Dünya kiçiləndə, biri kiçiləndə o biri böyüyər. Hansı böyüyər? Ahirət böyüyər. Dünya insanın gözündə nə qədər böyüdüsə, ahirət onun gözündə kiçik olacaq. Bu danılmaz bir, necə deyirlər, teoremdir. İkisindən biri, birinə təğziyə elədinsə, birini qidalandırdınsa,
ki nəfs vasitəsilə qidalanır. Yəni məsələn dünya istəklərini qidalandırdınsa, uxravi istəklər kiçiləcək mütləq. Amma dünya istəklərini azaltdıqca və malik olduğuna qane olduqca uxravi fəzilətlər böyüyəcək, inkişaf edəcək. Bunlar biri-birinin tam əksidir. Hz. İmam Sadiq əleyhissalam yenə buyurur ki, Allahın Rəsulü buyurur ki, bir saat fikir eləmək bir illik ibadətdən daha üstündür. Sonra davamında buyurur, Allahın Rəsulunun bu kəlamının mənası budur ki, öz gələcəyin, sorğu suallar, hesab kitabın, Allahın ədalət məhkəməsi və sualları qarşısında hazır olmaq barəsində fikirləşməkdir, o fikirləşmək. Yəni bir saat fikirləşmək nə barədə? Gələcəyin haqqında, axirətin haqqında. Axirət günündə nə cavab verəcəyik əməllərimizə? Nə barədə, hansı suallara necə cavab verəcəyik? Qarşımızda dayanan, bildiyimiz, özümüzün keçdiyimiz yolda elədiyimiz hərəkət davranışlara hansı cavabları verəcəyimiz barəsində düşünmək, bir saat düşünmək bir illik ibadətdən üstündür deyə Həzrət Peyğəmbərimiz buyurur. Yəni əziz Peyğəmbərimiz buyurur ki, İnnə həzihil qalb təsta'u kəmə yəsta'ul hadid. Həqiqətən bu qəlb, insanın qəlbi dəmir pas bağlayan kimi bağlayar, pas bağlayar. Həzrət Peyğəmbərimiz qəlbi əməlli başlı dəmirə bənzədir. Dəmir necə pas bağlayar, deyir, insanın da qəlbi o şəkildə pas bağlayar. Qilə fəmə ciləuhə. Soruşdular ya Rasulullah, bəs onun cilası, o pasdan təmizlənməsi necə olar, necə mümkündür? Qalə zikril maut və tilavətil Qur'an. Buyurdu ki, ölümü yad eləməklə mümkündür, qəlbin pasını, qəsavətini, çirkinliyini, qəlbdən bütün çirkinlikləri uzaqlaşdırmağın yolu ölümü yad eləməkdir. Bir də nədir? Qur'an-ı Kərimi oxumaqdır. Yəni qiyamət gününü, ölümdən sonraki həyatı yad eləməkdir və qiyamət gününü nə eləməkdir? Qiyamət gününü yad eləməkdir və Qur'an-ı Kərim oxumaqdır. Qur'an-ı Kərimi də oxumaq hər bir müsəlmanın vəzifəsidir. Allah Teala bizi namazlarda Fatihə və surənin oxunmasını ona görə əmr edib ki, heç olmasa insan övladı gün ərzində başqa bir vaxt Qur'an oxumasa da, namaz vaxtı Qur'andan bir surə və yaxud 2 surə oxusun. İnsan övladı Qur'andan ayrı düşməsin. Namaz vasitəsilə Allah Teala bəndəsini Qur'an oxumağa vadar edir, məcbur edir. Məsələn, deyərlər ki, axşamlar Vaqiə surəsini oxuyun, sonra yatın. Vaqiə surəsi nə deməkdir? Vaqiə surəsi yəni olacaq hadisə, vaqi sözündəndir. Baş verəcək hadisə. Yəsəlunəkə anin nəbəil azim. Ya Peyğəmbər, səndən o əzəmətli, o böyük hadisənin baş verməsini səndən soruşurlar. Yəni o əzəmətli hadisə Qiyamət surəsi deməkdir, Vaqiə surəsi. Və Vaqiə surəsində elə qiyamətdən insanın özünün və necə deyirlər, ruzusünün yaradılışı barəsində Allah Teala bizə xatırlatma edir. O xatırlatmanı insan nə eləməli? Deyir ki, hər gün axşamlar onu oxu. Oxu ki, həm qiyaməti yada sal. Oradakı ayət-i kərimələr barəsində təfəkkür elə, düşün. Məsələn, buyurur ki, ayət-i kərimələrin birində buyurur ki, siz nəbatatı, bitkiləri yerdən bitirən, yoxsa bizik? Sual verir. Allah Teala Quran düşündürür bizi, düşündürücü suallar verir. Quran-ı Kərimdə, Vaqiə surəsində digər yaradılış barəsində suallar verir və insan övladını düşündürür və insanın aqibətini yada salır. Ona görə buyururlar ki, axşam olmamış, yəni yatmamışdan qabaq Vaqiə surəsini oxumaq müstəhəbbidir. Hz. Peyğəmbərimiz və onun pak övladları Hz. Əmir al-Müminin, Hz. xanım Fatimə Zəhra salamullah aleyha ki, İnsan surəsində zikr olunur 18 ayət-i kərimə o hadisə barəsindədir ki, onlar 3 gün oruç tuturlar, övladları xəstə olduğu üçün nəzr orucu tuturlar və hər gecə iftar vaxtı bir dəfə əsir, bir dəfə yetim, bir dəfə miskin
o Peygamber Əhl-i Beytinin qapısını döyür, iftar yeməklərini onlara təqdim edirlər. 3 gün iftarsız oruç tuturlar. Və sonra nə buyururlar? Deyirlər ki, bütün bunları eləməkdə nədir məqsədimiz? Peygamber ve Hazreti Peygamberimizin kızı ve Hazreti Emir al-Muminin buyurur ki inna nekhafu yevmen min Rabbina yevmen abusen qamtarira. Deyir biz miskine, kasıba, fəqirə ona göre özümüz ac qalıb, susuz qalıb, öz yeməyimizi ona göre onlara təqdim edirik ki, həqiqətən biz Rəbbimizdən və çox çətin, çox ağır günündən, üzlərin dəhşətli, eybəcər kökə düşdüyü gündən, çöhrələrinin tutulub qaralacağı qiyamət günündən qorxaraq biz təqdim edirik bunlar. Yani qiyamət gününün qorxusundan bu yeməyi təqdim edirik. Bu özümüzün ruzimizi başkasına veririk. Ki Allah-u Teala qiyamət günündə mücrimlərdən soruşacaq, günahkarlardan soruşacaq. Sizin bura düşməyinizin səbəbkarı nədir? Və yaxud cənnət əhli, cəhənnəm əhlindən Müddəssir surəsindədir. Soruşacaqlar ki, siz niyə? Axı dünyada bizimlə bir yerdeydiniz, bizim qonşumuz idiniz, nə bilim, həmvətənimiz idiniz filan. Niyə cəhənnəmə düşdünüz? Onun da biri bu olacaq, cavablarının da biri bu olacaq. وَلَمْ نَكُنْ نُطْعِمُ الْمِسْكِينَ Biz miskinlərə yemək verməzdik, kasıblara, fəqirlərə əl tutmazdıq, yetimləri yoxlamazdıq, insanların çətinlikdə olanları barəsində heç düşünməzdik, yada salmazdıq. Allah Teala bizi məsuliyyətli olan bəndələrindən eləsin. O mənada buyurulur ki, məsuliyyətli olan, həyatını nizam və intizamla quran, məsuliyyətlə qura bilən, Allah Taala'nın nizam və intizamı və məsuliyyəti ilə qura bilən insan neyniyər? Ahirət gününün də hesabın rahat verər. Yenə sonda bir hədis-i şərif buyurur, Həzrət Peygamberimiz buyurur ki, hər gecə, hər gün özü öz əməlindən özünə hesab verə bilən bəndənin qiyamətin böyük hesabında halı asan olar, yüngül olar. Yəni bu dünyadayken çalışın, özünüze hesap verin. Bu dünyadayken Allah Teala bəndələrinə Hazreti Peygamberimiz buyurur ki, bu dünyada bəndə ki özüne hesap verebildi, elədiği işin məsuliyyətini dərk edə bildi ki, mən bu işi bugün gördüm. Bunun axırı görəsən nə olar? Bunun cəzası, mükafatı nə olar? Bu barədə düşündüsə, qiyamətin ağır hesab günü onun hesabı asan olar. Allah'ın veririk onun izzətinə, cəlalına, cəbərutuna, onun qüdrətinə qiyamət günü bizim hesabımızı asan diləsin. O niyyətə və İmam Zaman ağanın salamatçılığı, zuhuru təzinlə, dualarımızın qəbulluğuna, Peyğəmbər ali Peyğəmbərə salavat zikrinə. Allahümme salli ala Muhammed ve ala Muhammed. Bismillahirrahmanirrahim. İnna a'taynâkel kevser fesalli li rabbike venhar. İnna şâni'eke huvel ebter. Sadakallahu aleyhi.